Salam əziz müdavimlər, bugün sizinlə sertifikasiyadan belə bir suala baxırıq. Bizə 3 dənə qab verib, hansı ki qazlarla dolu qablardır və hər bir qabın kütləsi bir-birinə bərabərdir, eyni kütlədədirlər və eyni həcmdədirlər. Hərəsinin boş kütləsi əgər eynidirsə, gəlin hər birinə M deyək. Yəni kütlə baxımından boş qablar M-dir. Mol miqdarı olaraq da gəlin hər birinə A mol deyək. Yəni bütün qablarda A mol maddə var. Gəlin birinci qabın kütləsini hesablayaq. Boş kütləmiz M-dir. A mol oksigen də olacaq bizdə 32A bərabər 35-ə. İkincidə M üstə gəlinsin, hidrogen 2A bərabər 20-yə. Burada sistem tənliyi həll etsək, M-lər ixtisar getsə, 30A bərabərdir 15-ə. A-nı buradan tapacaq 0,5 mol. Bu bizim birinci tapdığımız rəqəm. Əlbəttə ki, A-nı aparıb yerinə yazsaz, M üstə gəlsin 1 bərabər 20-dən. Boş qabların kütləsini də 19 tapmış olacaq. Boş kütlə. Bu da oldu boş kütlə. Deməli, hər bir qabda 19 qram boş kütlə, yəni qabın kütləsi 19 qramdır. Bizdən 3-cü qabdan danışırsa, 3-cü qabda 23 qramdır. Mən ilk öncə 23-dən 19 çıxıram, çünki boş kütləmi 19-dur. Deməli, qalır 4 qram. O zaman 4 qram nədir məndə? H2 və O2-nin kütləsidir. Mən də bilirəm ki, H2 və O2 axı bir yerdə A-nı biz 0,5 tapmışdıq. X-i bir yerdə 0,5-dir. Deməli, hidrogen və oksigen var 3-cü qabda. Buna X mol, buna Y mol deyirəm. Deyirəm ki, bunların X-i bir yerdə 0,5 moldur. Kütlə baxımından isə 2X-la 32Y toplayacaqsınız. Bizə 4 qram vermiş olacaq. Burada sistem tənliyindən həll edə bilərik. Necə eləyək? Sistem tənlikdə gəlin yuxarını 2-yə vuraq. Bu bizdə 1 eləyəcək. Bunlar ixtisar getsə 30Y bərabərdir 3-ə. Y də bərabər 0,1-ə. Y 0,1-isə X-ə qalacaq nə? 0,4 mol. İndi bizdən də oksigenin kütləsini istəyir. Biz oksigen nə eləmişdik? Y-lə işarə etmişdik. Y mol oksigen, yəni 0,1 mol O2. O da olacaq 0,1 vur 32, yəni 3,2 qram. Doğru cavab olacaq 3,2 qram.